Hamıya salam. Bugünkü videoda 9 aprel 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. X çıx py bərabərdir 4 funksiyasının qrafiki -1, -5 nöqtəsindən keçərsə p-ni tapın. X-in yerinə -1, y-in yerinə -5 qoyub hesablayaq. -1 çıx p vur -5 bərabərdir 4. -1 üstəgəl 5p bərabərdir 4. 5p bərabərdir 5. P bərabərdir 1. Cavab olur 1. İkinci sual. AB natural ədədlərdir. Bu ifadəyə görə AB hasilini tapın. Biz bilirik ki, 23 sadə ədəddir və 23-ü biz 1 vurulsun 23 şəklində yaza bilərik. Onda A çıx B bərabərdir 1, A üstəgəl B bərabərdir 23 olar. Bu tənliklər sistemini həll edək. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir 24, A bərabər olur 12-yə. Onda B bərabərdir 11. Bizdən AB hasilini soruşur. 11 vurulsun 12 bərabərdir 132. Cavab 132. Üçüncü sual. 0, 2, 5 ədədlərindən istifadə etməklə yazıla bilən iki rəqəmli ədədlərin cəmini tapın. 0 ilə ədəd başlaya bilməz. Ona görə gəlin 2 ilə başlayaq. 2, 0, 20, 22, 25. Daha sonra 5-dən yazaq. 50, 52 və 55. Bu ədədlərin cəmini hesablayaq. 70, 74 və 80. Bunların da cəmi olur 224. Cavab 224. Dördüncü sual. Tənliyin kökləri hasilini tapın. Vurğuları ayrı-ayrılıqda sıfıra bərabər eləyək. X bərabərdir 0. X çıx kök altında 5 bərabərdir 0. X bərabərdir kök altında 5. Tənliyin kökləri hasili olur 0 vur kök altında 5, 0. Beşinci sual. C bərabərdir 2 olarsa ifadənin qiymətini tapın. İlk öncə ifadəni sadələşdirək. 3C üstəgəl 6 çıx 2C. Qalır 6 üstəgəl C. C-nin yerinə 2 yazsaq olur 6 üstəgəl 2, 8. Cavab 8. Altıncı sual. Mərtəbələr arasında 20 pilləkən var. Birinci mərtəbə ilə 8-ci arasında cəmi neçə pilləkən var? Birinci mərtəbə ilə 3-cü mərtəbə arasında soruşsaydı 1, 2, 3-cü mərtəbə. Hər arada 20 pilləkən, cəmi 40 dənə pilləkən olacaqdı. Birinci ilə 8-ci soruşduğuna görə arada 7 dənə belə hissə olacaq. Ona görə də 7 vurulsun 20, cəmi 140 dənə pilləkən var. 7-ci sual. Sahəsi 320 kvadrat santimetr olan paralelogramın uzunluğu 16 santimetr olarsa ona çəkilən hündürlüyü tapın. Sahə A vurulsun HA düsturu ilə tapılır. Tərəf 16-dır, hündürlüyü bilmirik. 320, H bərabər olur 20-yə. 8-ci sual. Tənliyin kökündən 10 vahid böyük olan ədədi tapın. İlk öncə tənliyi həll edək. 15 üstəgəl x bərabərdir 20, x bərabərdir 5. Tənliyin kökündən 10 vahid böyük olan ədəd 15. 9-cu sual. Yolun 40% düzənliyi, 26% dağ, qalan 102 kilometri çay kəndidir. Dağ neçə kilometrdir? Çay kəndinin faizini hesablayaq. 40 üstəgəl 26, 66, 100 çıx 66, qalır 34. Deməli 34% çay kəndiymiş. 34% 102-dirsə 100% x olar. Burada x yolun ümumi uzunluğudur. X bərabərdir 100 vur 102 böl 34.
Burada 3 qalır. 3'ü 100-ə vuranda 300. Bizdən dağın neçə kilometr olduğunu soruşur. 26% dağ idi. 300-ün 26%-ni hesablayaq. Cavab olur 78 kilometr. 10-cu sual. İfadənin qiymətini tapın. Eyni dərəcəli ifadələri bir kökün altında yazmaq olar. 4-cü dərəcədən 6 çıx kökdə 20, 6 üstəgəl kökdə 20 şəklində yazaq. Daha sonra müxtəsər vurma düsturu ilə bu ifadəni birləşdirək. A çıx B, A üstəgəl B. Olur A kvadratı çıxılsın B kvadratı. 4-cü dərəcədən 6-nın kvadratı 36, kök altında 20-nin kvadratı 20. Qalır 4-cü dərəcədən kök altında 16. Cavab olur 2. 11-ci sual. Bu ifadələr verilib, bizdən x-in qiymətini soruşur. Biz şəklə əsasən belə bir ifadə yaza bilərik. X bərabərdir alfa üstəgəl beta üstəgəl qamma. Bu bir düsturdur. Daha sonra buradakı ifadələrin hamısını toplayaq. 3 dənə x olur 3x çıxılsın. Alfa çıx beta çıx qammanı mötərizə daxilində belə yaza bilərəm. Bərabərdir 330. Alfa üstəgəl beta üstəgəl qammaya x desəm, onda 3x çıx x 2x bərabərdir 330. X bərabərdir 165. 12-ci sual. Şəklə əsasən x-i tapın. İlk öncə bu kiçik üçbucağa baxaq. Bu bucaq bu iki bucağın cəminə bərabərdir. Çünki üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər olur. Onda bu bucaq x ilə 27-nin cəminə bərabərdir. Daha sonra bu iki tərəfi bərabər olduğu verilib. Yəni bu bərabər yanlı üçbucaqdır. Onda burada x üstəgəl 27-yə bərabər olur. Çünki oturacağı bitişik bucaqlardır. Daha sonra bu üçbucağa baxaq. Bu üçbucağın daxili bucaqlarının cəmini 180-ə bərabər eləyə bilərik. 2 vurulsun x üstəgəl 27 üstəgəl 46 bərabərdir 180. 2x üstəgəl 54 üstəgəl 46 bərabərdir 180. 2x üstəgəl 100 bərabərdir 180. 2x bərabərdir 80. X bərabər olur 40. Cavab 40. 13-cü sual. Çevrənin uzunluğu 24 pi olarsa radiusunu tapın. Çevrənin uzunluğu 2 pi r düsturu ilə hesablanır. Bu 24 pi'yə bərabərdir. Pi'lər ixtisar gedir. R bərabərdir 12. Cavab B variantı. 14-cü sual. Kitabın 400 səhifəsi var. 4də 3'ü oxunmuş olarsa nə qədər oxunmamış qalıb? 400'ün 4də 3 hissəsini tapaq. 300 səhifə oxunub. Və 400'dən 300'ü çıxsaq, oxunmamış səhifələrin sayını taparıq. Cavab 100. 15-ci sual. N, M və K çoxluqlarından hansı digərinin alt çoxluğudur? Bir çoxluq digərinin alt çoxluğudursa, həmin çoxluğun bütün elementləri digər çoxluğa daxil olur. Biz görürük ki, burada K çoxluğunda 2 element var, 29 və 39 və bunların hər ikisi N çoxluğuna daxildir. 29, 39. Deməli, K çoxluğu N'in alt çoxluğudur. 16-cı sual. A1 12, A2 16 olan oxşar üçbucaqlardan birinin perimetri P1 60 olarsa P2'ni tapın. Əgər iki üçbucaq oxşardırsa, onların uyğun tərəflərinin nisbəti perimetrlərinin nisbətinə bərabər olur. Yəni A1 böl A2 bərabərdir P1 böl P2. A1 12'dir,
A2 16, P1 60, P2'ni hesablayaq. P2 bərabər olur 16 vur 5, 80. Cavab A variantı. 17-ci sual. 6x kvadratı çıx 6y kvadratı buna bərabər olarsa A-nı tapın. İlk öncə bu ifadəni sadələşdirək. 6-nı mütərizə xaricdən çıxartsaq, x kvadratı çıx y kvadratı qalır. Bu ifadəni də müxtəsər vurma düsturuna görə vuruqlarına ayıraq. 6 vur x çıx y, x üstəgəl y. Göründüyü kimi bu ifadələr bir-birinə bərabərdir. Deməli, A 6-ya bərabər olur. 18-ci sual. Bərabərsizliyin neçə tam həlli var? Bir dəfə mütərizənin içərisindəki ifadəni olduğu kimi 9-dan kiçik yazırıq. Bir dəfə isə mütərizənin içərisindəki ifadəni böyükdür -9 yazırıq. 2x kiçikdir 4-dən, x kiçikdir 2-dən. 2x böyükdür -14-dən, x böyükdür -7-dən. Deməli, x -7-dən böyük, 2-dən kiçikdir. Tam həllərini yazaq. -6, -5, -4, -3, -2, -1, 0, 1. Cavab 8 tam həlli var. 19-cu sual. Ölçüləri 8, 25 və 4 olan paralelipedin həcmini tapın. V bərabərdir A, B, C düsturundan istifadə olunur. V bərabərdir 8 vur 25 vur 4. Cavab 800. 20-ci sual. Tənliyi ilə verilən çevrənin diametrini tapın. Biz bilirik ki, x kvadratı üstəgəl y kvadratı bərabərdir r-in kvadratına. Yəni, bərabərliyin sağ tərəfindəki ifadə radiusun kvadratına bərabər olur. R-in kvadratı 49-dursa, onda r 7-yə bərabər olur. Diametr 2r-ə bərabərdir. Cavab olur 14. 21-ci sual. İfadəni sadələşdirin. Məxrəclər eynidir. Surətləri hesablayaq. 4m çıx 3 çıx m çıx 2 üstəgəl 1 böl 6m. 4m çıx 3 çıx m üstəgəl 2 üstəgəl 1 bölünsün 6m. 4m çıx m 3m -3 ilə müsbət 3 islah olur. Bölünsün 6m. Cavab olur 2-də 1, 0,5. 22-ci sual. Bərabəryanlı trapesiyanın orta xətti 6-dır. Diaqonalı oturacaq ilə 30 dərəcəli bucaq əmələ gətirir. İti bucağı 60 dərəcə olarsa perimetrini tapın. Şərtdə verilənləri təsvir elədik. İndi isə trapesiyanın bir dənə hündürlüyünü çəkək. Bura olacaq 30 dərəcə, bura olacaq 60 dərəcə. Bu 30 dərəcəli bucağın qarşısında duran katet x olsun. Onda hipotenuz olur 2x, digər katet isə olur x kök altında 3. Bu 30 dərəcəli bucaq qarşısında duran katet x kökdə 3 isə, onda 60 dərəcəli bucaq qarşısında duran katet x kökdə 3 vurulsun kök altında 3-ə bərabər olur, yəni 3x. Bura ümumilikdə 3x olur. Daha sonra trapesiyanın ikinci hündürlüyünü çəkək. Bərabəryanlı olduğu üçün burada 2x olacaq, bura x olacaq. Onda bura olur 2x, çünki bu iki hissənin cəmi 3x-ə bərabər olur. Bura 2x olduğuna görə burada 2x-dir, çünki qarşı tərəflər bir-birinə bərabərdir. Oturacaqlar olur 2x və 4x. Onda orta xətt bərabərdir 2x üstəgəl 4x böl 2. 6x böl 2, 3x. 3x bərabərdir 6, x bərabər olur 2-yə. Trapesiyanın perimetri P bərabərdir 2x, 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 6x, burada da 4x, cəmi 10x olur. X-in yerinə 2 yazsaq, perimetr bərabər olur 20-yə. 23-cü sual.
2 zər atılır. Birinci zərin xalının ikincidən bir vahid böyük olması hadisəsinin ehtimalını tapın. Birinci zərdə 2 düşsə, ikinci zərdə 1 düşməlidir. Çünki birinci zərin xalı ikincidən bir vahid böyük olmalıdır. Eyni ilə 3 düşsə, ikincidə 2, birincidə 4 düşsə, ikincidə 3, birincidə 5 düşsə, ikincidə 4, birincidə 6 düşsə, ikincidə 5 xalı düşməlidir. Ümumilikdə 5 dənə əlverişli hal var. 2 zər atılanda mümkün halların sayı 36-ya bərabərdir. Əlverişli halların sayı 5 idi. Deməli, hadisənin ehtimalı 36-da 5 olur. 24-cü sual. İclasda 300 nəfər arasında səs vermə oldu. 225 nəfər səs veribsə, neçə faiz adam səs verib? 225 bölünsün 300. Bunu da faizlə ifadə etmək üçün 100-ə vuraq. Hər tərəfi 75-ə bölək. 3, 4. 4-də 3 vurulsun 100. Cavab 75%. 25-ci sual. Eni 18, uzunluğu 24 desimetr olan otağa ən azı neçə kvadrat şəkilli kafel düzmək olar? Kvadrat şəkilli kafelin tərəfini elə seçməliyik ki, həm 18, həm də 24 həmin ədədə bölünsün. Bunun üçün 18 və 24-ün əbobunu hesablamaq lazımdır. Bunların əbobu olur 6. Deməli, kvadrat şəkilli kafelin tərəfi 6 olub. İndi həmin otağı təsvir eləyək. Eni 18, uzunluğu 24. Eni 18-dir. Eninə formada 3 dənə kafel yerləşdirə bilərik. Uzunluğuna isə 4 dənə kafel yerləşdirmək olar. 3 dənə kafel eninə 4 dənə kafel uzunluğuna yerləşərsə, bu otağa cəmi 3 vurulsun 4. 12 dənə kafel düzmək olar.